Bismillahirrahmanirrahim. Bir qardaş sual verir ki, əgər deyir mən tilsimi taparamsa və yaxud cadunu taparamsa, bunu necə məhv edim? Bu barədə deyir zəhmət olmasa məlumat verərdiniz. Allah razı olsun. Aleykümselam və rahmetullahi və barakatuhu. Əgər bir insan tilsimi taparsa, Allah Azze və Cəllənin izni ilə baxır tilsimin növünə. Ola bilsin kilitdir, ola bilsin kağızdır, yazılı kağızdır, ola bilsin yumurtalardır, ola bilər ki paltardır, ola bilər düymələnmiş saplardır. Bu fırıldaq cadukarlardan hər şey gözlənilir, hər cür tilsim növü gözlənilir. Öncə gərək insan müəyyənləşdirək ki, bu tapdığı tilsim növü nədir? Nədən ibarətdir? Öncə buna fikir verməlidir. Və sonra ona uyğun onu iptal eləməlidir, pozmalıdır. Yəni, məsələ, əgər tapsa sap, düymələnmiş kəndir, sap və yaxud da parça növü, parça materialı, məsələ, düymələnib, atılıbdır, üstündə məsələyə qan var və s. Bunlar adətən Fələq Nəs surələrini oxuyur, üstünə tüfləyə, üfrə, belə açmağa başlayır. Oxuyur, üfləyir və açır. Oxuyur, üfləyir, Fələq Nəs surələrini və açır. Əgər məsələ tapsa başqa növlər, kilitdir, yumurtadır, paltardır, belə şeylər, zat tilsim növlərindən, yaxşı olar ki, məsələ su ovsunlasın, bir təmiz qabda, sonra həmin şeyi o ovsunu suyun içinə salsın, ovsunu qabın içinə salsın, suyun içinə salsın və sonra onu çıxardaraq günəşin və yaxud havanın temperaturunda onu qurutsun. Quruyandan sonra həmin materialı, əgər məsələ kağız növüdürsə, parça növüdürsə, paltar növüdürsə, quruyandan sonra onu yandırsın, təmiz bir qabda, külünü axar təmiz suya töksün. Kanalizasiya suları deyil, təmiz axar çaylara töksün belə. Əgər yumurta zad olarsa, kilit olarsa, onda o zaman onları da həmin o cür eləsin, amma sonra onları sındırsın. Bismillah deyərək sındırsın və yaxud da aparıb sındırandan sonra çaya atsın, təmiz çaya atsın. Ən məşhur bunların yolları belədir. Amma adətən burada bəzi adamlar, tilsimi tapan adamlar burada xata eləyir ki, onları götürüb aparıb tualetə atırlar. Bu təhlükəli şeydir. Çox təhlükəli şeydir. Çünki o tilsimin özü nəcis sayılır. Tilsimin özü haram sayılır. Ona görə onu halal yolla, kitab-ı sünnə üzrə onu iptal eləmək olar. Və onu daha da çirkləndirmək olmaz. Əslində, adətən tilsim eləyən insanlar tilsimin nəcis olan bir yerdə olmasını daha üstün görürlər. Hətta davamlı olsun deyə. Adətən görürsən ki, bu fırıldaq cadukarlar, tılsımçılar, hətta adlarını ekstrasenslər qoyanlar, bu tipli xəbis, pis insanlar bu tilsimi edərkən adətən əl çatmaz və nəcis olan yerlərdə onları dəfn eləməyə daha hərisdilər. Qəbrə atmaq, nə bilim, ölmüş bir heyvanın içinə qoymaq, tualetə atmaq, bu cür yerlərdə həris olurlar. Ümumi belədir, Allahu aləm.